6 ayda boğmuş oluram gün 4. Bu gün dostum Yusuf'un zəncinə uyanıram. Mənə sevindirici xəbər verir. Deyir ki, səni aparacağım Qarabağ Neftçi oyununa. Mən də tez sevinəcəkli yuxudan oyanıram. Heç dişimiz ad yemədən gedirəm həyətdəki su aparatına 10 qəpik verib 1 litr su doldururam. Neyirəm, ey 60 qəpik 80 qəpik verib suya. Fazla 10 qəpik alıram da. Ağlınız olsun deyirəm. Sonra minirəm avtobusa qara-qara fikirləşə gedirəm ki, Yusufə nə deyim, nə tər edeyim, Yusufu biraz doxluyum, Yusufdən pul alım. Və işlə, burada deyirəm ki, qardaş, gedək sən adına kontaktdan kredi televizor götürək, onu sataq hoşuna. Dostum Yusuf da razılaşır ki, heç nə qardaş, gedək götürək, nə problem var. Mən də burada ondan edirəm ki, narahat olma, özüm ödəyəcəm, işlə, Yusuf deyir, onda dur gedək. Onu götürüb vuruq Qarabağın qələbəsində. Təbii ki, Neftçi bu gün Qarabağı dağıdacaq deyil, sevinəcəkli gibi stadion, dağılır, atmosfer. Burada Yusuf deyir, hər şey yaxşıdır, olan bizimdir. Burada üretçim Qarabağı basıb Neftçi üst vurdu və burada da sıxıntı başlayan deyən yerdə Qarabağ oyunu 1-1 eləyir, bəli, sevinəcəkli başlayır. Sonra təzədən 2-1 olur Neftçinin xeyrinə və Yusufu da bu düzgün məsələdir.